Baxın, sadə cümlənin məqsəd və intonasiyaya görə növü deyəndə dörd növümüz var. Var əmr cümləsi, var nəqli cümlə, var sual cümləsi, bir də var nida cümləsi. Bu dərsdə onsuz da durğu işarəsini buraxmır. Yəni özü cümlədə verir sənə. Amma burada yəni bizi çaşdıran məqam bir əmrdir. Bir də nəqli cümlələrdir. Sualla nida çox rahatdır, o dəqiqə biləcəksiniz. Sualda sual işarəsi olmalıdır, nidada nida. Amma əmrində sonunda nöqtə qoyulur, nəqlidə də nöqtə qoyulur və yadınızda saxlayın ki, hər hansısa bir cümlədə tutaq ki, sizə deyir ki, əmr cümləsini seç, nəqli cümləni seç. Dəfələrlə dövlət qulluğunda birinci sual sırf bu mövzudan olub ki, əmr cümləsini seç və yaxud aşağıdakılardan biri əmr cümləsidir və yaxud nə bilim nəqli cümlədir. İndi baxın. Birinci nəyə diqqət eləmək lazımdır? Əmr cümləsinin xəbəri mütləq şəkildə feilin əmr şəkli ilə ifadə olunmalıdır. Feilin əmr şəkli. Məsələn, evə get, dərsini oxu, testi yaz. Bunların hamısı əmrdir. Nəqli cümlə əmr şəklindən başqa. Yəni vacib ola bilər, lazım ola bilər, nə bilim, isim ola bilər, sifət ola bilər. Əsas odur ki, feilin əmr şəkli olmasın. Məsəl üçün, mən bura yazıram ki, o yaxşı qızdır. İndi mənə deyir ki, tutaq ki, bu məqsəd və intonasiyaya görə hansı növə aiddir? Baxıram ki, cümlənin sonunda nöqtədirsə, bu ya əmrdir, ya nəqlidir. Baxıram ki, qız sözü heç feil deyil axı. Feil olmayan bir söz necə əmr şəklində ola bilər, düzdür? Ona görə baxan kimi biləcəm ki, bu adi, nəqli bir cümlədir. Amma mən desəydim ki, tez evə get. Mən baxıram ki, get sözün köküdür. Heç bir şey yoxdur. Malı məli, as səsi, a, ə, sa, sə, heç bir şey yoxdur. Sözün özü də feildir. Deməli bu söz nədir? Əmr şəklindədir həmin söz. Cümlədə əmr cümləsidir. İndi qayda şəklində sizə bir dənə qayda izah eləyirəm. Bu birdən qayda kimi düşsə, nümunə olanda adam o qədər çaşmır, amma qayda şəklində çox vaxt uşaqlar çaşır. Deməli baxın, məsələn sizə sual versə ki, əgər bir cümlənin xəbəri feilin əmr şəklindədirsə, o mütləq əmr cümləsidir. Bu fikir səhvdir. Feilin əmr şəklində olan istənilən cümlə əmr cümləsi deyil. Çünki bu sualda ola bilər, nida da ola bilər. Təsəvvür edin, baxın, yazıram ki, o gəlsin. Mən baxıram ki, gəlsin sözü özü, o gəlsin, bu sual cümləsidir. Gəl sözün köküdür, sında şəxs onluğudur. Heç bir şey yoxdur. Gəlsin sözü mənə desə ki, feilin hansı şəklidir? Deyirəm əmr şəkli. Amma mənə desə bu əmr cümləsidir, deyəcəm yox. Niyə? Çünki bu sual cümləsidir. Və yaxud yaza bilər ki, o gəlsin. Axırına bir dənə nida qoyar. Onda olacaq nida cümləsi. Deməli, iki dənə cümlə deyirəm, beyninizdə bunu yaddaşınıza yazın ki, çaşmayasınız. Desə ki, əmr cümləsinin xəbəri mütləq feilin əmr şəklində olmalıdır, deyirəm bəli. Əmr cümləsinin xəbəri feilin əmr şəklində olmalıdır. Amma desə ki, xəbəri əmr şəklində olan istənilən cümlə əmr cümləsidir. Bu yanlışdır. Çünki dedik bu sualda da ola bilər, nidada da ola bilər. Nəqlidə olmur, çünki biz dedik nəqli cümlənin xəbəri əmr şəkli ola bilməz. Amma sual cümləsi ilə nida cümləsində ola bilər. Bu belə. Daha sonra nə deyim sizə? İndi danışıram sizə kompleks sual cümləsi. Bax, ümumiyyətlə sual cümlələri üç yolla yaranır. Var sual əvəzliyi, var sual ədatı, bir də var intonasiya. Sual əvəzliyi, sual ədatı və intonasiya. İntonasiya elədir ki, onsuz da belə fikirləşin də, bütün sual cümlələrində, adi biz o sual cümlələrini quranda intonasiyamızı o dəqiqə dəyişirik. Bax, təsəvvür edin, mən sizə deyirəm ki, o yaxşı qızdır. Gördünüz, intonasiyamda heç bir şey yoxdur, adi nəqli cümlədir. Bir də var deyirəm ki, o yaxşı qızdır. Artıq intonasiyamı dəyişdim, oldu sual cümləsi. Və sual cümlələrinin hamısında onsuz da sual intonasiyası olur. Amma sizə belə sual verə bilər ki, aşağıdakılardan biri kompleks sual cümləsidir. Kompleks sual cümləsi nədir? Bir cümlədə həm sual əvəzliyi olmalıdır, həm sual ədatı olmalıdır, həm də intonasiya. İntonasiya onsuz da bütün sual cümləsində olur, bu rahatdır. Əsas əvəzliklə ədatı tapın. Məsələn, bir dənə cümlə yazıram. Yazıram ki, bəs sən niyə gəlmədin?
İndi cümləyə fikir verin. Bəs burada sual ədatıdır. Niyə burada sual əvəzliyidir? Gördünüz ikisi də var. Deməli bu nədir? Kompleks sual cümləsidir. Bir də var ritorik sual. Ritorik sualın digər adı bədii sualdır. Bəzən ritorik yazır testlərdə, bəzən bədii yazır. Eyni şeydir. Ritorik sual odur ki, mən həmin sualı verirəm, amma sualı verərkən cavab tələb eləmirəm. Deyirəm məsələn, tələbə dərsdə telefon oynadar. Biz bu sualı verəndə gözləmirəm ki, kimsə desin oynadar və yaxud oynatmaz. Deməli bu nədir? Ritorik. Və yaxud vətəni sevməyən insan olar. Sadəcə bax bəzən çaşırlar ki, niyə bəlkə mən deyirəm ki, hə olar və yaxud olmaz. Sadəcə siz belə fikirləşin ki, əslində onsuz da ona cavab vermək belə düzgün deyil. Ondan əlavə də siz ona fikir verməlisiniz ki, o sualı verəndə mən sırf onun cavabını gözləyirmiş. Bax biri var mən sənə deyirəm ki, sənin neçə yaşın var? Mən konkret səndən cavab gözləyirəm və yaxud deyirəm ki, sən tədbirə saat neçədə gedəcəksən. Amma vətəni sevməyən insan olar. Yəni bu o deməkdir ki, mən onsuz da bunun cavabını bilirəm. Sadəcə bəzən sual veririk ki, məsələn, tutaq ki, kimsə dərsə gecikir, mən deyirəm dərsə bu qədər gecikərlər. Halbuki mən qarşımdakından onun cavabını istəmirəm. Mən bilirəm ki, gecikməzlər. O sualı qəsdən verirəm. Bildiyim sualı, yəni cavabın bildiyim sualı veririk. Bax, elə suallara deyilir ritorik sual. Daha sonra nə deyim sizə? Bir də, Müəllimə, bəli, bu ritorik sual, istənilən sual ritorikaya çevirmək olar. Tam ki, yox, yox. kimsə böyük bir adamdır, nəsə bir uşaqlıq edir. Deyirsən, sənin neçə yaşın var? Ay yox, onu indi bizim testdə nə biləcəyik? Sənə imtahanda yazsa ki, sənin neçə yaşın var, mən bunu heç vaxt ritorik sual götürmərəm. Bildin necə? Yəni o sualın tipi elədir ki, sənin neçə yaşın var? Hə. İndi o həmin situasiyadan asılı olaraq bəlkə də o sualı sən sırf yəni o məqsədlə verirsən ki, sənin yəni az yaşın yoxdur ki, buna hərəkət edirsən. Amma dediyim kimi sırf imtahanda o sual düşsə, əlbəttə ki, biz onu ritorik sual götürməyəcəyik. Siz onsuz da o dəqiqə o sualın tipindən onu biləcəksiniz. O ritorik sualdır yoxsa yox. Rahatdır, yəni onun o hissəsi. Yaxşı. Daha sonra nə deyim sizə? Bir də deməli, bir də sizə deyirəm, bax, məsəl üçün, sizə sual verə bilər ki, sual əvəzliyi ilə yaranan sual cümləsinə təsdiq inkar ədatı ilə cavab vermək olarmı? Sual əvəzliyi ilə yaranan sual cümləsinə təsdiq inkar ədatı ilə cavab vermək olarmı, yoxsa yox? Belə olanda, yəni qayda şəklində deməyimdə məqsəd odur ki, siz o dəqiqə onu tətbiq edəsiniz. Məsələn, sual əvəzliyi, mən deyirəm, sənin neçə yaşın var? İndi sən necə deyəsən ki, hə, yox, bəli, xeyir. Amma sual ədatı ilə yaranan sual cümləsinə təsdiq inkar ədatı ilə cavab vermək olar. Məsələn, deyirəm, bəs sən bunu bilmirdin? Deyirsən, xeyr. Və yaxud deyirəm ki, yəni bu gün dərs olmayacaq. Deyirsən, hə və yaxud yox. Deməli, sual ədatı ilə yaranan sual cümləsinə təsdiq inkar ədatı ilə cavab vermək olar. Amma sual əvəzliyi ilə yaranan sual cümləsinə təsdiq inkar ədatı ilə cavab vermək olmaz. Bunu da qayda şəklində yadınızda saxlayın. Bu belə. İndi gəlin. Bir dəqiqə gözləyin.